Tək şəxsiyyət vəsiqəsi ilə 3 otaqlı mənzil. Bəli, düz eşitdiniz. Hal-hazırda biz Həzrət Aslanovdayıq. Metroya piyada məsafədə yerləşən bu binada sizə 3 otaqlı 90 kvadrat sahəyə malik yeni tikili binada bir mənzil təqdim edirəm. Mənzilimiz 17 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir və tək şəxsiyyət vəsiqəsi ilədir. Proyektlə tanış olaq, daha sonra sizə kredi şərtləri barəsində məlumat verəcəm. Bura bizim giriş hol hissəmizdir. Mənzil 90 kvadrat, 2 otaqdan 3 otağa düzəlmiş mənzildir. Yüngül kosmetik təmirə ehtiyac var, divar kağızları dəyişilməlidir. Qapıdan girdikdə sol tərəfdə belə bir uşaq otağı var. Hansı ki bu düzəlmə olan hissəsidir. Bu böyük otaq olub, 2 yerə bölünüb. Sağ tərəfdə ümumi olan hamam otağı yerləşir. Hamam otağımız. Buranın ışığın patronu partlayıb. Amma dəyişdikdə işləyir, problem yoxdur. Bura bizim qonaq otağımızdır. Qonaq otağımızın sahəsi genişdir. Mətbəxə keçid alaq. Mətbəximiz öz qanuni yerindədir. Mənzildə hal-hazırda kirayə yaşayır və mətbəxdən eyvana çıxış mövcuddur. Geniş eyvanı var. İstilik sistemi kombidir, qazı, suyu, işığı isə daimidir. Dəyərli izləyicilər, sonda isə təqdim edəcəyim sahə mənzilin ikinci yataq otağıdır. Nisbətən böyük yataq otağıdır. Burada pəncərə var və həyət istiqamətinə baxışımız var. Məlumatları və kredi şərtləri barəsində sizə məlumat verirəm. Mənzilimiz Həzrət Aslanovda yerləşir və piyada məsafədədir Həzrət Aslanov metrosuna. 17 mərtəbəli binanın 11-ci mərtəbəsindədir. Ümumi sahəsi 90 kvadratdır və hazır ipotekadadır. Tək şəxsiyyət vəsiqəsi ilə bu mənzili adınıza rəsmiləşdirə bilərsiniz. Deməli, ilkin ödənişimiz 63.000 manat təşkil edir və 15 il 2.000 manat ödəməklə bu mənzilə sahib ola bilərsiniz. Bu fürsət bir daha ələ keçməyəcək, çox təcil satılan variantdır. Əlaqə saxlayın bizimlə və bu mənzilə gəlib yerində baxış keçirə biləsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.